Değerli dostlar, zala müraciət eləmək istəyirəm, bir məsləhətə ehtiyacım var. Bilirsiniz, indi bu informasiya texnologiyaları imkan verir ki, burada mesajlar gəlsin zaldan. Deməli, bir değerli dostumuzun çıxışı olmalıdır, təklif ortadadır. Biri deyir ki, hörmətini eləyəcəm, hazırlıqlı deyiləm, hörmətini eləyəcəm, bana söz verməyəm. O birisi de deyir ki, onun başka bir dostumuz da deyir ki, hürmetini eləyəcəm, ona söz verin. Bilirəm ki, ikisi de nisyadır. İkisi de nisyadır, ama Həmid Ormanlı da hiç keçilməlidir. Həmid, versəniz de verməsəniz de. Gel buraya Həmid Ormanlı. Onsuz da bilirəm, ne Babək onu verəsidir, ne sen verəsidir. Eğer eləsəydiniz, indiyə qədər gətirib buraya qoyardınız. Sonra da ikiniz de aradan çıkacaktınız da onsuz da. Gel çünkü Aşık Ali sevdalılarından biri de Həmid Ormanlıdır. Çünkü Həmid Ormanlı ile bir yerde getmişim size ben ondan var bu. Akşamınız xeyir olsun. Əziz dostlar, söz sevərlər. Deməli, İbrahim İlyaslı yazdı ki, sözü sənə verir. Mən də yazdım ki, mənim elə hazırlığım yoxdur. Ona görə xahiş edirəm, vermə. Dedi, yox, elə şey olar. Onda nə söz verirsən, dedim ki, hörmətini eləyəcək. Yazdı ki, bəs məbləğ. Yəni, mən imkansızlıqdan çıxmışam buraya. Sonra yanımda Babək Məmmədli oturubdu. Dedim, atəyin yubileyini təzəcə elədi, səndə olmamış olmaz. Dedi, hamısını kreditdə verdi. Bu da belə. Çoxdandır belə ali məclislərdə, ali kürsüdən danışmıram mən. Ona görə dilim cilalı deyil, məni baxışda hazırlıqsız yaxalanmışam. Bir dəfə dedim ki, dedim, elə havalar varmı ki, istəyirsən bir zildən oxuyasan, yox, dedi, ətim tövşülər. Yəni, bunun sənəti elədir ki, bir var aşıq sənəti, klasik. Mən Aşıq Əliyə oraya da yazılıbdır. Aşıq kimi, aşıq sözü tam doldurmur. Aşıq indi bu dəqiqə keyfiyyət dəyişib, bir haradasa mədəniyyət hadisəsi olub. Amma Aşıq Əlinin getdiyi yol, iz, Tufar Qanına Bas, Dədə Ələsgər, Hüseyin Bozalqanlı, yəni o ürfan xəttidir. Günləri Çiçək xanım da dedi, burada insanların zalım dolu olmamağı heç də təsadüfi deyil. Yəni, vəziyyət budur, vəziyyət budur. Sağ olsun Aşıq Əliyə qiymət verənlər. Aşıq Əli ilə mən deməli, çox gənc yaşlarımdan, hətta ali məktəbdə oxuyurdum. Mən onda o vaxtdan Aşıq Əli ilə gah əmi qardaşı oğlu, gah dedi, əmi dedi, belə məni sıxır dedi. O ki, yoldaşlıq eləyirik, daha hər söhbət eləyəcəm sənlə. Sonra başladı, indi ağlıma gətirmək istəyirəm, mən hardan danışayım, nə danışayım, barmağıma sıxmaq istəyirəm söhbətləri, bir əmələ gələndir. Aşıq Əli sağ olsun. Bir dəfə Aşıq Şəhriyarla tanış oldum, gördüm səsi də var, ancaq sazlı barmaqlar da gözəldir. Ancaq bu bir yaxşı da söz oxuyur, söz məni tutdu. Məlum oldu ki, Tovuz rayonunun deməli Qaraxanlı kəndindəndir. Sonra bunun vasitəsindən kəndi tanış oldum, Əmirli basalarını tanıdım və gördüm ki, Aşıq Şəhriyarın bütün potensiyalı var, ancaq bunun ustada ehtiyacı var. Yəni, Mədəniyyət İncəsənət Universitetində oxuyur, ancaq bununla aşıq olmaq mümkün deyil. Mən ona dedim ki, bəlkə sən ustad yanına gedirsən, dedi, kimin yanına gedir, kim var, dedim, Əli Quliyev. Dedi, o ustadda şəhidliyə qəbul eləmir. Həmi dedim, belə bir söz varmı? Dedi, var. Dedi, mən neynirəm, cəmatın uşağını bədbəxt edeyim, çöllərə töküm. Kim var, dedi, gərək aşığın meydanı olsun. Ona görə dedi, şəhət götürmürəm. Onda Şəhriyar kilə getdik. Əmsi Kərəm kişi, Maşa Kərəm olsa kişinin ocağında bir dağdan quzu gətirdilər, Aşıq Əliyə şəhətliyə verdik, sağ olsun, onu götürdük.
Sonra mənim evlənməyim var idi. Aşıqəli elə yaxın bilmirəm, indi burada tam doğru olduğu kimi danışsam, uşaqları zat üstümə cumar, bilmirəm, arasından danışım. Dedi, bir Ətras xalayan bir yaxşı dedi, yaxını var, gəh dedi, onu sanlı eləyək. Mən də belə ərincək adamam, belə qız dağlarından yeriyən zat deyiləm. Elə yeriməcə məşğul olurum. Dedim, mən onu örgəndim bir-iki nəfərdən. Deyir, o biraz başqa xəsiyyətlidir. Deyir, bugün deleydi, deyir. Onlar, deyir, Madmazel İda böyüyələndən sonra da yatdı. Aşıqəli ilə günlərlə Aşıqəli haqqında söz demək olar. Aşıqəli mənim heç vaxt doymadığım ustadlardandır. Allah ona ömür versin. Onun çalğısı da layladır. Şeiriyyəti də doğrudan da bir başqa bir dünyada Aşıqəli. Bu, bir də nə yadıma düşdəmi qoy, burada Babək deyir ki, şeyi danışıyla o... Qıraq adam yox. Qıraq adam yox, deyir, kakıra çağırmaqda az gəlmişdi. Çox adam indi paxırlıq edir, hərə bir yana şey deyir, Aşıqəli demişkən, deyir, başqası o Mikail Bozalqanının bir söz var, deyir, başqası 100 söz danışır, heç kim heç nə demir. Mən bir yerdə bir söz işlədən kimi deyirlər, Mikail kişi belə deyir. İndi Məhərrəm deyir ki, Aşıqəli deyir, sazı deyir, çalan deyir, çalır, qolunu da deyir, belə eləyir, zalım oğlu elə bir mal doğurduracaq. Yəni, yavaş-yavaş, əvvəl hamı, bu əksəriyyət özünü Aşıqəli ilə bara var, hətta bir meyilləri bir ötmək, amma Aşıqəli, indi kim idi, büyük işlətdi, dedi ki, son dövrüm, Hədicə xanım, bundan böyük sənətkarı tanımıram. Mən 10 il bundan qabaq da Aşıqəlidən böyük sənətkar tanımıram, 20 il bundan qabaq da ondan böyük sənətkar, 30 il bundan qabaq da, 50 il bundan qabaq da. Ondan o tərəfində fikirləşərik. Var olan, öpürəm səni, sağ olun. İndi bu dəqiqə, yəni, eləcə oturub oradan, sən nə tərki, mən başa düşürəm, oturub oradan qulaq asmaq mənə daha xoşdur. Sən haqqında çox söz demək olur, öpürəm, sağ olsun, bu günləri Aşıqəliyi adını anıb buraya yığılanlar, sağ olsun, bugünkü günü təşkil edənlər, təşəkkür edirəm, var olun. Sağ olun, sağ olun.